Qafqaz Arena İdman Asosiasiyasının təşkilatçılığı ilə Takleti bölgəsinin Qaraçok mahallında Ələsgər Qayıbov kimi digər 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş profesional döyüş gecəsi keçirilir. Bugünkü döyüş gecəsində Gürcistanın müxtəlif bölgələrinin yanaşı eyni zamanda Azərbaycan, Türkiyə, Türkmənistan kimi dövlətlərdən profesional döyüşçülər qatılmışdır. Where's the pace? Mən Yavar Məmmədov, Qafqaz Arena İdman Asosiasiyasının rəhbəri olaraq biz bugün Qaraçok elindəyik. Bildiyiniz kimi Qaraçok elində Qayıbov Ələsgər Yusuf Şirinovun Dilqən Paşayevin adına 20 yanvar və milli qəhrəman olmuş Dilqən Paşayevin adına Qaraçok elində profesional idman turniri keçiririk. Burada Azərbaycan, Gürcistan, Türkiyə, Türkmənistan, Qırğızistan kimi dövlətlər idmançıları iştirak edir və yarışın orqanizasiyasından bağlı dəyərli İbrahim müəllimə çox təşəkkür edirəm. Bütün Qaraçok xalqına çox təşəkkür edirəm və mən inanıram ki, bir daha biz Qarabağ xatirələri kimi çətin günlər yaşamarıq və biz bugün Qaraçok elində də Qarabağı 20 yanvarı şəhidlərimizi yaşadaraq bunu bir daha sübut etmiş oluruq. Hər kəs çox sağ ol deyirəm. Bütün Gürcistan Azərbaycanlılarına, bütün dünya Azərbaycanlılarına səslənirəm. Gənclərimizə, idmançılarımıza dəstək olun. Hər kəsə çox sağ ol deyirəm. Və elə də 24 Nevs kanalına Gürcistanda çalışan çox təşəkkürümü bildirirəm. Axşamınız xeyir olsun. Mən İbrahim Qarasöplü, bildiyiniz kimi bugün Qafqaz Arenanın təşkilatçılığı ilə 20 yanvar şəhidlərin xatirəsinə beynəlxalq turnirimiz həsr oldu. Bu turnirdə dünyanın müxtəlif ölkələrindən profesional idmançılar öz güclərini sınadılar. Yerli idmançılarımız da həmçinin öz güclərini sınadı və qalib gəldilər. İnşallah Qafqaz Arenanın növbəti turniri Laqodyox rayonunun Qabal elində oktyabr ayında planlaşdırırıq. Bütün gəncləri idmana dəvət edirik və bir daha şəhid ailələrinə çox sağ olsun deyirik. Başqa yolların qarşısında Allah köməyiniz olsun. Çox sağ olun. Yanlardan biraz daha çeksek. İşin galibi Türkiye temsilcisi Mehremov. Türkmenistan alkışlayan idmançıya. Azərbaycan ölkəsinin Qazaq rayonundan bu turnirə qatılıram və bu turnirin təşkilatçılarından İbrahim müəllim, Orxan müəllim, Yavar müəllimə dərin təşəkkürlərimi bildirirəm ki, bugün bu turniri münasibətilə qurduğu turnirdə yaxşı döyüşlər keçdi, yaxşı müsabiqələr keçdi. Çox sağ olsunlar, minnətdaram və öz rəqibim Gürcü idmançısı Dağıstandan gəlmiş Rəşid Rəcəbov idmançısına qarşı qalib gəldim və özümlə daha da irəli nəticələrə gedəcəyimə söz verirəm. მივესალმებით მთელი საქართველოს აქ დამწერილ საზოგადოებას, ყველა მებრძოლს, მასწავლებლებს, თქვენ ჟურნალისტებს მოხარული ვარ დღევანდელი დღით, კაი ჩხუბები გამოვიდა. ორგანიზაციას დიდი მადლობა, შანსი მომცა სულ ყველას. წარმატებას უსურვებ, ძალიან კაი ჩხუბები გამოვიდა. მე მგონი ყველანი, რა ვიცი, მოხარულები ხარ და მოგეწონათ სულ ყველა ჩხუბები. რავი, ჩემი ბიჭი, ისანაც უჩხუბი ძალიან მაგარი მებრძოლია, როგორც შეხედეთ 3 რაუნდი მეჩხუბა. ძალიან ბევრიც მოხდა, შემდგარაც მოხდა, ვიბრძოლეთ, ვიომეთ. ხალხს მე მგონი მოეწონებოდა ჩვენი ჩხუბი. რაც შემეძლო დავდე, ბოლომდე ამოვიღე, შემოწინააღმდეგობას ბოლომდე ამოვიღე, მე რაც წარმატებას უსურვებ. Ძალიან მაგარი ბიჭია, ძალიან ვაჟკაცი ბიჭია. Ben İstanbul, Türkiye'den geliyorum. Yine Karaçok'a geldim. İkinci defa geliyorum buraya. Çok güzel ambiyans beni karşıladı. Ve bu ambiyansla birlikte ben de maçı kazandım. Burada da kendimi Türkiye'de gibi hissettim abi.
çok güzeldi. Yine çok güzel ağırladınız beni. Teşekkür ederim tekrardan. Ya şimdi Azerbaycanlıydı kardeşimiz de o da Türk'tü. Yani Türkiye vurmuştuk abi, kazandık. Birimiz galip olacaktı, o da ben oldum. Onu da tebrik ederim. Tekrardan beni çok güzel aldınız. Çok teşekkür ederim. Hepinizi çok seviyorum. Herkese selamlar. Ben Süleyman Beyenco. Türkmenistan'da dövüşüyorum. Rakibim Tolga Demirel. Yani saf usulüne kazanarak yendim. Türkmenistan'dan geldim. Yani buradaki herkese de selamlar olsun. Saygılarım sonsuz. Ələskər Qayıbov, Şirinov Yusif şəhidlərimiz var. Onların xatirəsinə bax bu yarış onlara əsir oldu. Allah onlara rəhmət eləsin, cəmi şəhidlərimizi ruhu şad olsun. Əziz gənc nəsilləri, mən sizi idmançılarımıza uğurlar arzulayıram. Allah onları elimizdən, günümüzdən əksik eləməsin. Əlbəttə ki, bizim gələcək nəsillərimizi qorumaq lazımdır. Bizim gələcək nəsillərimizi nə qədər inkişaf elədik, nə qədər sağlam böyütsək, onda Qaraçöl xalqı heç vaxt narahat olmayacaq.